Başlayıram birinci kətədən. İrəvan kətəsi eləyirəm. İndi bunu qoyacağım paketə. Buzluğa qoyacağım. İkinci xamirim şəkər bura xamiri olacaq. 2 gündən siqaret elədim. 2 gündən də kətə. Baxın. Yadımdan çıxıb soda vurmamışam. Amma yenə də qəşəng çıxdı. Без проблем. Şəkər buraları da qoymuşam qəşəngdir. Biraz qurusun. Bəzək vuranda tutsun. Bunlar da belə yumur eləyəcəm. Görüm nətər çıxır. Deməli 7 dənə bundandır. 2, 4, 6, 7, 9, 10, 11 dənə də yumurdan. Xəmirimiz 2 kiloydu. 6 dənə kündə eləmişəm. Hardasa biri ya 300 ya da 400 qram gəlir. Yadımdan çıxdı. Çəkmişdim, yadımdan çıxdı. Çəkib bölmüşdüm. Yadımdan çıxdı. Bu içində qara olanlar raziyanat da bilirsiniz. Bunun içində reseptdə raziyanat da var. Böyük bir dənə yumurtanın sarısıdır. Yağla qatmışam həmişəki kimi. Qatışdırıb vuracam üzünə. Kündələr balaca olduğuna görə balaca çəngəllə iz qoyuram, bəzək. Belə. Bir də təmiz bir itfa ayırıb qoymuşam qırağa. Həmişə belə şirniyyata çörəklərin üzünü kəsməyə istifadə edirəm. İndi burada da istifadə edirəm belə. Şirin çörəklərim pişib. Bu ikinci gündədir. Bu birinci dəfə pişirdim. Birinci dəfə pişirdiyim niyə üstü belə çatladı bilmirəm. Bu da ikincilərdir. Yaxşı şumallı olub bunlar. Elə iyisi vurur raziyananın. Qəşək. Deməli, şirin çörəklərimiz pişdi axı. Çəkdim, gördüm. Bunu da 2 dəfə yoğurmuşam. İndi də havasını almışdım. Yadıma düşdü ki, çəkməmişəm. Oy, bunu da qəşək kündəliyim. Yayım, aralarını yağlayıb. Boğal da pişirək. Qalsın paxlavamız. Xəmirləri 300 qramlıq kündəyə böldüm, 6 kündə elədi. İndi
ən sevdiyim xəmirdir də. Yıxışlayıram bunu yumuşaq. Hə, bunları qəşəngdə yayacağam. Sonra yekə açacağam, yağlayacağam. Yox, sonra da yağla açacağım, yekəldəcəm. Sonra üstündən bunu ən sonuncu qata yağ vurmayacağam. Deyirəm birdən çəkənmərəm, ona görə sizə məlumat verirəm. Yaydım, getdim arasına, bax yağ buradadır. Yağladım. İndi nə qədər bacarıram, o boyda yekəldirəm. Eləyəm ki, cırılmasın. Neysə qoysa, Miloş çəkəcək. Stolda sürçəkdə yağlamağa ehtiyac yox, həm də hamur da yağlıdır. Bu xətkeş enliliyində indi kəsəcəm. Belə. Bu qədər açdım. Belə, hani bunları yavaş-yavaş kəsim, sonra yığım. Bu biletini açarıq. İndi bu şükür Allaha hamı bilir. Kimə də lazımdır amma YouTube'da zaten götürür. Yenə də. Mən 2 dənə çay qaşığı tökürəm. İyi də xoşlayıram ki, bu şor qoğanı. O şirini xoşlamıram. Xoşlamıram deyə də yeyirəm, prosto. Bunu daha çox xoşlayıram. Zaftarıqda şirin çayla vəbşi bombadır. Bir də yumurluyuram. Qoyuram listə. Listə görsünüz artıqdır. Xətlərlə qəşəng görünür. Xətləri qəşəng görünür.
Paxlavanı da yığdım, kəsdim. Göz üstünə də quruyub. Yarım saat qoydum qurusun aynen qalanda. Ben ona kimi şalapır elədim. Baxın, üstü biraz görürsünüz. Çok ay saxladı. Mən bunları yenə kəsim. Çünki pesoq əriyib, yumurta biraz aralarını bağlayıb. Sonra yağ töküm. Hardasa yarım saatdə qoymuşam duxovkaya. Yarım saatdə oradadır. Ben duna kimi buraları yığışdırdım. Bu da üstünədir. 3 cür fındıqdır, qozdur, bir də yer fıstığıdır. Bu luna fason, ay fason. Yer fıstığı. Qəşəkdir. Hə, çox qəşəngdir. İyisi çox qəşəng. Hal-hazırda paxlavanın iyisi vurur ama. Bilinir ki, burada paxlava. Bu nə taş şişib qalxıb. Yəni bilinir ki, burada paxlava pişir. Göz haqqınızı halal eləyin. Allah hamının süfrəsini dolu eləsin. Hamının bayramı mübarək olsun, düşərli olsun. Ramazan bayramınızda, Novruz bayramınızda edilən dualar, tutulan oruçlar hamısı qəbul olsun inşallah. Göz haqqınızda halal edin. Belə. Allah hamının ruzi bərəkətini versin. 2-sini, 3-sini pişirəsiz. Pişirib tökəsiz uşaqlarınızın qabağına. Bunlar da bəhbəhlə yeyərlər, sağcanla yeyərlər. Belə. Kamerada üzr tut görünür, içəridə işıq var deyə. Çəkim. Hələ tam qızarmayıb. Bəhbəh, nə gözəl ətdir. Razyanlarda, yox, hil. Razyanlar deyirəm, hilin nə qəşəngdir, olur. Paxlavamız şükür Allaha hazırdır. Bərəkətli olsun. İndi bəhbəh. Şirə tökmək vaxtıdır. Şirəmiz buz kimidir. Tezdən eləmişəm. Paxlavanı da indicə çıxartdım. Biz aralayaq. Burada buğlama eləmişəm kartoşkalı. Gözü çəçotulu, kartoşkalı, malatindən. Bir də üstüncə petruşka çəkmişəm, axşamı yeməyə. Bir də şirniyyatdır. İstəyirəm deyim ayrı ya çoban salatı eləyəcəm ya da ki buraşını. Bırakın qoymuşam pişdi. Ona kimi də döyüq eləyirəm. Döyüqə köynü yumuşam orada. Suyu süzülsün. Ona kimi də qatıq qaynasın. Döyüqə pişdi. Sonra bırakı da pişdi qoymuşam soysun. Bu da buğlama. Kartoflu. İndi biraz da bu qabları qoyacağım yerinə yığacağım. Burada bir 2 dənə qab var, onu yuyum. Bu xaladenika gedəcək, bu da xaladenika gedəcək. Meyvələr yığıb vaza yığmışam. Xiyar, pomidoru doğrayım salata. Bir də bu olacaq. Bu Miloşun yeməyi də yemək o heç. Bu da stola düzüləcək. Nəsə də buraları eləcə yüngülvari işim qalıb.
çalışır papaqları. Kaçma. Ben döyeceğim sen tuğla bırak. Kapımıza kapağı attılar. Gelin doğru. Oldu, bizde oldu. İndi biz göstereceğiz. Hava bizim papaklarımızı verecek. Hey. Bir de uşaqlar. Bugün biz papaq atacağız. Papaq atıb gideceğiz. Ora. İndi getirib bizim papaqlarımızı doldurmaq. Gəlin gedib baxaq. Nə verdirək? Xoşladınız? Belə şey. Bəsilin çörək hardadır? Şeyciyə qoymamışam. Ben hep azıya koydum mayo. Hanı? Saçını buradır. Kurtarıp